uçuş biletlərini ən ucuz necə tapırsan? Gizli üsulların varmı? Roma'nın havalimanlarından, mesela bir tane havalimanı varsa girerim havalimanının saytına. Orada həmin havalimanına uçan hava yolu şirketlerine baxıram. Hansı ucuz hava yolu şirketleri varsa, low cost dediğimiz. Onları götürürəm və Bakı ilə hansı uçursa, ya da mənim gedəcəyim yerdən ora hansı uçursa, onların qiymət cədvəlinə baxıb oradan en ucuzunu tapmağa çalışıram. Bir digər məqamda trip.com istifadə edirəm və ya da ki Roma Turio istifadə edirəm, Skyscanner. Bunu çox adam işlədir. Mən həmin saytı işlətmirəm, bilmirəm niyə. Yəni mənə çox rahat deyil. Bu tip Asiyaya gedəcəksə AirAsia Move belə bir application da var. Onu işlətmişəm, yəni işlədirəm deməyim, bir dəfə işlətmişəm bu son səfərimdə. Bu kimi yəni ki saytları işlədirəm. Bir də yəni sayta girib yəni saytın özündən almıram. Hava yolu şirkətinin saytına girirəm. Həmin saytın özündən alıram. Yəni hava yolu şirkətindən alanda mənə elə gəlir ki, daha ucuz olur.